Allah Teala İsra suresi 23. ayədə yenə ikili bir hökmlə insana müraciət edir. Allah Teala buyurur ki, ibadət yalnız kimə məxsusdur? Deməli, "Əllə tə'budu illə iyyahu və qada rabbuka", yəni Rəbbün qəza və qədər hökm çıxarıb ki, ibadət yalnız kimə məxsusdur? Allaha. Allahdan başqasına ibadət nədir? Həm qəbul deyil, həm də günahı var. Həm qəbul deyil, həm də günahı var. Bu birinci ilahi iradə və istək. Ardıcan və bağlayıcısı. Birinci Allah deyir, ibadəti yalnız eləyəcəksiniz mən Allaha və nə başa düşülür? Və gələndə nə olur? Yəni ikinci də birincinin hökmündə. Məsələn, satdım almanı və armud desəm, armud satılıb ya satılmayıb? Və bağlayıcıdır da ehtiyac yoxdur deyəcəksin ki, və satdım armudu. Bir dənə satdım əvvəldə gəlir və bağlayıcısı feilin təkrarını neynir? Qısaldır. Və hər cümlədə də nə qədər qısalma getsə və məna qorunub saxlansa, o cümlə nə sayılır? Varlı, bəlağətli və kifayət sayılır. İndi Allah Teala da burada deyir, ibadəti yalnız mənə eləyin və valideynə belə ayəni axıracan oxumasını elə biləcəksən ki, ibadət nədir, valideynə də nədir, düşür, yox. Və bil valideyni ihsanən və valideynə ihsan eləyəcəksən. İbadəti Allaha eləyəcəksən. Valideynə sən nə eləyəcəksən? İhsan eləyəcəksən. Yenə deyirəm, burada Allah özündən sonra valideyni gətirməsi bu təsadüf və yaxud bir yersiz bir kəlmə olaraq yox, önəm, dəyər. Valideynin önəmini və dəyərini axtarmaq istəyirsənsə, İsra suresi 23. ayədə Allahdan sonra valideynin gəlməsidir. Vəssalam. Vəssalam. Valideynin haqqında, Quranda, hədisdə heç nə gəlməsə də belə, heç nə gəlməsin. Nə varamsın, pozaq, silək, ataq getsin. Bir dənə bu ayənin olması evlatları həddi hüdudunda nədir? Dayandırır. Ki, bu valideyn, ata və ana kimdir ki? Kimdir ki bunlar? Allah deyir, mənə ibadət elə və valideynə ihsan elə, yaxşılıq elə. İndi ihsanın da özünün müxtəlif mənaları var. Yəni, Allaha ibadətlə yanaşı valideynə nə eləyəcəksən? İbadət eləyəcəksən? Yox, ihsan eləyəcəksən. Bu yanaşılıq ki var, vav və o valideynin əzəmətini nə eləyir? İzhar eləyir və aşkar şəkildə təzahür və təcəssümünü bizlərə göstərir. Təbii ki, valideyn deyəndə yaşlı bir insan nəzərdə tutulur. Yəni, kimin evladı oldusa, deməli, adam yaşlanıb. Kimin evladı oldusa, deməli, adam neynir? Artıq yaşda neynir? Yəni, orada fikir verməlidir ki, mən artıq yaşa dolmuşam. Amma evladı olmayan hələ də özün, belə deyək də, yaşlı hesab eləmir. Allah buyurur ki, Əhəduhuma əv kilahuma. Əhəduhuma, yəni valideyndən biri. Əv kilahuma, ya hər ikisi. Yəni bu nə deməkdir? Bu özü xoşbəxtlikdən biridir. Ki, valideyn sənin yanında ya biri, ya da hər ikisi yaşa dola. Necə sən onun yanında yaşa doldun, Allah deyir, onlar da sənin yanından olmalıdır,
ya biri ömrü çatsa, ya da hər ikisi ömrü çatsa, Allah müsəlmanın boynuna haqq qoyur. Nə haqqı qoyur? Fəla təqul ləhuma uffin. Uf kəlməsi ki var dilimizdə, hələ bu ərəb kəlməsidir. Uf, narahatçılıq, bezmək və usanmaq deməkdir. Amma bezməyin, usanmağın ən zəif halına deyilir. Bir nəfər bezib, bir nəfər usanıb. Ən zəif halı bu bezməyin, usanma. Adam var bezir, həyatına nə edir? Qəsdi son qoyur. Yəni bezməyin son həddi. Usanmağın son həddi. Usanmağın ən zəif həddi nədir? Uf. Ərəb dilində budur mənası. Ən zəif hal ufdur. Allah Taala haram eləyir. Nəyi? Uf kəlməsini. Uf bir əxlaq normasıdır. İnsanın xilqətində olan bir normadır. İndi əxlaq dəyərləri bölünür iki yerə. Bəyənilən və bəyənilməyən. Uf, bəyənilməyən əxlaqı normalardan biridir. Allah bunu haram eləyir valideyn üçün. Ki, valideynə evlad bir dənə, məsələn, valideyn hər hansı bir istəyin istəyirsə, evlad ona uf deyirsə, bu kəlmənin qiyamət günü neynəyəcək, cavabını verəcək. Söymədim ki, döymədim ki, sözündən çıxmadım ki, sonra elədim də, yox, olmur. Çıxdısa, onun hesabı nədir? Olacaq. Deməli, o möminlər ki, xoş onların halına, ki, onlara bir ibadət qismət olub, adı da ata-ananın yanında qocalması. Yəni, evladlar dava eləməlidir ki, atam, anam mənlə qalsın. Amma təəssüflər olsun, dünyada bu ibadət ən bəyənilməz və sevilməz ibadətlərdən birinə çevrilib. Nifrət olunan, istənilməyən, sevilməyən bir hal kimi qəbul olunur. Hamı istəyir ki, yaşlı anası, yaşlı atası o birisi qardaşının və yaxud bacısının yanında nədir qalsın, bunun valideyn xidmətində dayanmasın. Pulun parasını verirəm, amma sən yanında qalsın. Mənim vaxtım yoxdur və yaxud mən iyrənirəm, bacarmıram, bəhanələr filanlar. Çox təəssüflər olsun ki, müsəlman ölkələrində indi qeyri-müsəlmanla işim yoxdur. Ki, o eləsə də zaten onda yoxdur da, bu belə bir göstəriş yoxdur. Amma sən müsəlmana bu Quran göstərişi varmı? Bu ibadətdən müsəlman var gücü ilə qaçır. Qocalar evi inşa eləməklə və yaxud evladlar valideyni biri digərinə ötürməklə, amma Quranla dava getməlidir ki, yox, atam mənlə qalacaq son nəfəsinə qədər. Bu az adamdır, barmaq sayı. Tanıyıram, var aramızda, hal-hazırda məscidimizdə də var. Anası da, atası da yanında son ləhzəsinə qədər xidmətində durdu və uf da demədi. Xoş, o evladın halına ki, bu ibadətə canla, başla riayət elədi. Amma təəssüflər olsun ki, namaz qılanlarımız var ki, valideyninin yanında qalmasını istəmir. Başqa qardaşına, bacısına və yaxud ata-ana öz evində tək qalır, bunun yanında qalmır. Niyə? Çünki gəlin istəmir. Gəlin istəmir ki, mən qaynanalı, qaynatalı evdə qala bilmərəm. Ay gəlin, ay xanım, nətər yəni qala bilməsən? Bu Quran da Allahın əmrindən bu yetim necə imtina eləsin? Sən Allahın əmrinə qarşı niyə çıxırsan? Allah deyir ki, atası, anası bu evladın yanında nədir? Böyüyüb başa, yaşın
tamamlamalıdır. Gəlin iki ayağın bir başmağa diriyir, mən qaynatalı, qaynanalı evə getməyəcəm. Allahın hökmünü taftala. Çox təəssüflər olsun ki, müsəlmançılıqda bu ayə demək olar ki, barmaq sayı insanlar tərəfindən hörmət olunur və əməl olunur. 99 deməyim, 90% deyim, müsəlmanlar bu ayəyə nifrət eləyir, dili ilə deməsə də belə əməli ilə nifrət eləyir. Nifrət iki cürdür. Bir dillə deyirsən, bir də əməl. Nifrət o deməkdir, ağzının suyun harasa atasan. Yox, qaçmaq, xoş gəlməmək, narahat olmaq, istəməmək. Hələ kulli hal və əlavə mövzular da var, onlara toxunmuram. Bu qədər müqəddimə olaraq yetər.